Xaçmaz rayon Xanlıqobay kənd sakini mexanizator Məmmədov Baxtiyar. Mən haradasa bir 7 ildir Xaçmaz Aqrolizik Səhmdar Cəmiyyətindən Sampo kombayn icarəyə götürürəm ildə. Sampo kombayn demək olar ki, respublikamızda çox effekt verən bir kombayndır. Əvvəlki kombaynlara baxmış, axırıncı illərdə Gəncə zavodunda buraxılan kombaynlar onlardan daha üstün cəhətləri var, bir neçə cəhətləri. Çox effektli, taxıl yığımında çox effektli bir kombayndır. Ehtiyat hissələrin də tapılması respublikamızda o qədər çətin döyür. Rayonda da var. Olmayan ehtiyat hissələrində saatından asılı olmayaraq günün istənilən vaxtında rayona çatdırırlar, sahələrə də çatdırırlar. Aqroservis Xaçmaz regional nümayəndəliyinin mühəndisi Ceyhun Musayev. Sampo kombaynlar bizim regional nümayəndəlikdə taxıl biçiminə 32-yə çıxmışdır. Kombaynlar çox keyfiyyətli taxıl yığır. İtki demək olar ki, yoxdur. Son vaxtlar Gəncə avtomobil zavodunda yığılan Sampo kombaynları daha effektli, daha səmərəlidir. Taxıl itkisinə demək olar ki, 0%'dir. Qusar, Quba zonasında dağlıq ərazilər olduğu üçün Sampo kombaynları dağlıq ərazilərdə effekt verir, işləyir. Ehtiyat hissələrinə ehtiyac olduğu halda operativ şəkildə təmin olunur. Mən Apayev Tarlan Gəncə avtomobil zavodunun servis əməkdaşıyam. Çox sevindirici haldır ki, qarşımızdakı kombaynlar hal-hazırda xaricdə yox, Azərbaycanda istehsal olunur. Biz də servis əməkdaşları olaraq Azərbaycanda səyyar servis xidməti göstəririk və bütün regionlar və bölgələrə ehtiyat hissəsi və servisi vaxtı-vaxtında təmin edirik.